Salam kanalımızın dəyərli izləyiciləri. Bu günləri OTK Sınaq Mərkəzinin 10-cu 11-ci siniflər üçün keçirdiyi buraxılış sınağının Azərbaycan dili üçün izahını verəcəm. Vaxt itirmədən suallarımıza keçək. Bu arada bizim onlayn dərslərimizə qoşulmaq istəyirsinizsə 070 535 35 55 nömrəsi əlaqə saxlayıb onlayn şəkildə dərslərimizə qoşulub nəticələrinizi yüksəldə bilərsiniz. Keçək suallara. Fikirlərin hamısını hansı sözə aid etmək olar? İsimdir, təkdədir, həm ümumi, həm xüsusi isim kimi işlənə bilər, əsasən mücərrəd isim kimi işlənir. Məşhur saatsal düşüncələr sözlərini çıxardırıq, çünki bunlar xüsusi isim kimi işlənə bilmir. Qaldı xanım və istək sözləri. Xanım sözü də mücərrəd mənada işlənə bilmədiyi üçün düzgün cavabımız istək olan B variantıdır. Hansı bənddə adlı halda olan isim işlənməyib? Adlı halda olsun, isim olsun, amma işlənməsin cümlələrdir. Deməli, A variantında adam çıxırıq, B variantında qonaqlar çıxırıq, C variantında müəllimlər çıxırıq, Y variantında məktəblilər çıxırıq. Düzgün cavabımız D variantı. Gəlin baxaq, avtomobillərə təsirlik halda, məntəqəsinə yönlük halda. Burada adlı halda olan isim ümumiyyətcə işlənməmişdir. Sinfi isminin Üçüncü suala baxırıq. Sinfi isminin təhlili ilə bağlı cədvəldəki uyğun fikirləri müəyyən edin. Doğrudan doğrunu, yanlışdan yanlışları götürəcəyik. Kökünün son saitini itirib. Bəli, müəyyən sözlərimiz vardır ki, onlara saitlə başlanan hal və mənsubə şəkilçiləri artırıldıqda söz kökündəki sait düşür. İsim, cisim, nəsil, fəsil bu tip sözlərdir və sinif də o sözlər olduğu üçün bura mənsubə şəkilçisi artırdıqlarına görə kökündəki saitini itirmişdir. Bir düzgündür. Kökünün son saiti itirib. İsmin yalnız təsirlik halında düşünülə bilər. Xeyr, təsirlik halında yox, adlı halında düşünülə bilər. Demək, 2 səhvdir. Mənsubə şəkilçisi söz kimi düşünülə bilər. Bəli, öz sinifi deyə bilirik. Doğrulardan birisi götürürük. Yanlışlarda sizə deyib ki, xüsusi isim kimi düşünülə bilər. Xüsusi isim kimi düşünülə bilməz sinif sözü. Bu da yanlışda verdiyinə görə 4'ü götürürük. Ümumi isimdir. Düzgündür, amma yanlışın altına verdiyi üçün götürə bilmirik. Cavab 1, 3, 4. C variantı. Dili tutulmaq frazeoloji birləşməsinin yaxın mənalı qarşılığını müəyyən edin. Dili tutulmaq iki yol arasında qalmaq demək deyil, çətinliyə düşmək demək deyil, çox əsəbləşmək demək deyil, sözünü yerə salmaq demək deyil, nitqi qurmaq, bəli, dili tutulmaq, nitqi qurmaq düzgündür. Sözlərin hər ikisinin fonetik təhlil əsasında klasteri tamamlayan fikirləri müəyyən edin. Ahəng qanununa tabe deyil. Demək, düzgünləri seçəcəyik. Burada klasterimizdə düzgün fikir verir. Konspekt bir də koridor sözləridir. Tələffüz şəkli konspekt p-ya keçir, onlar aya keçir. Konspekt, koridor. Tərkibində dodaqlanan sait yoxdur. Bəli, onlar aya keçdiyi üçün dodaqlanan sait yoxdur. Bir düzgündür. Tərkibində uzanan sait iştirak etmir. Bəli, uzanan sait yoxdur. Tərkibində həm kar, həm cingiltir samitlərimiz vardır. Konspekt, koridor, bəli, həm cingildir, həm kar samitlər vardır. Deyişli yazıcı arasında bir fərqli məqam var. Xeyr, bir fərqli məqam yoxdur, səhvdir. Cingildir samitlərin qarşılığı yoxdur, ancaq qarşılıqları var. Bu da səhvdir. Deməli, düzgün variantlarımız 1, 2, 3 variantı. Altında xətt çəkilmiş sözlərlə bağlı Eyler-Ver diaqramında doğru fikirləri müəyyən edin. Altında xətt çəkilmiş sözlərimiz əziz və aşpaz sözləridir. Gəlin əzizdən başlayaq. İsmin adlı halındadır. Bəli, adlı halındadır. Bir götürürük. Həm ümumi, həm xüsusi isim kimi işlənə bilər. Həm ümumi, həm xüsusi isim kimi işlənə bilər. Ancaq burada ümumi isim kimi işlənəndə isim yox, sifət olacaq. Məsələn, əziz dost. Burada artıq isim kimi işlənə bilmirik. Demək, 2 yanlışdır. 4'ə baxaq, aşpaz sözünə baxaq. Ümumi isimdir. Bəli, aşpaz ümumi isimdir. Götürürük. Qeyri-müəyyən təsirlik haldadır. Şəkilçisi var. Qeyri-müəyyən təsirlik halda yox, elə müəyyən təsirlik haldadır. Ona görə 5 səhvli götürmürük. Təkdədir. Hər ikisi təkdədir. Əziz də, aşpaz da təkdədir. Götürürük. 1, 3, 4. Cavab B variantı. Amonimli olmayan sözü müəyyən edin. İyara sözü amonimdir. Sarı sözü amonimdir. Boya sözü amonimdir. Rəng sözü amonimdir. Kağız sözü amonim yox, çox mənalı sözdür. Düzgün cavabımız B variantı. Evi uzaqlardaydı cümləsində ilk sözün morfoloji təhlil ilə bağlı yanlış fikri müəyyən edin. Yanlış fikri müəyyən edək. Adlıq halın sualına cavab verir. Bəli, evi. Nə? Evi uzaqlardaydı, nə uzaqlardaydı? Bəli. Mənsubiyyə şəkilçi qəbul edib. Evi, öz evi. Bəli, qəbul edib.
Təsirli hallı söz kimi düşünülə bilər. Təsirli hallı söz kimi düşünülə bilməz. Orada i təsirlik yox, mənsubiyyət şəkilçisidir. Özündən əvvəl yəlik hal şəkilçisi söz gələ bilər. Mənsubiyyət var, sözündən əvvəl yəlik hal şəkilçisi əlbəttə ki, gələcək. Konkret və ümumi isimdir. Bəli, həm konkretdir, həm də ümumi isimdir. Düzgün cavabımız C variantı. Uyğunluğu müəyyən edin. 9-cu sual uyğunluğu müəyyən edin. Analog, atlas, kontekst. Eyni təyinatlı, bənzəri, oxşarı. Oxşar, bənzər, analog. Bunu gətirib birə yazırıq A variantı. Atlas. Atlas xəritələr toplusudur. Z olsaydı bu parça deməkdir. Ona görə də xəritələr toplusu baxaq. C variantı. 2-yə yazırıq C. Kontekst. Kontekstdə sözün və ifadənin mənasını dəqiqləşdirməyə kömək edən mətn və bir mətnin parçasıdır. Burada yazırıq Y variantı. 1A, 2C, 3Y. Haradadır? 1A, 2C, 3Y, B variantı. Əməliyyat sözünün fonetik təhlillə bağlı səhvi müəyyən edin. Əməliyyat sözünün tələffüz şəkli y düşür, biri düşür, qalan olduğu kimi qalır. Deyilişlə yazışı fərqlənir. Fərqlənir, bəli, fərqlənir. Bir kar 3 cingildir samit vardır. Bəli. Sətirdən sətrə keçirilmə zaman ilk hecası əvvəlki sətirdə saxlanıla bilməz. Düzdür. Hərflərlə səslərin sayı bərabərdir. Xeyr, y düşmüşdü axı biri. Ona görə də səhvdir. Düzgün cavabımız D variantı. Sözdə Hançkanın tələbi gözlənilməmişdir. Ə və A düzdür, gözlənilməmişdir. Qrammatika suallarının izahı bu qədər. Mətni sizin üçün oxumuram. Yəqin ki, sınaqda iştirak edən uşaqlar mətni oxuyub. Birbaşa biz variantları keçək. Keçək mətn suallarımızın izahına. Mətnə əsasən Kərim obrazı haqqında doğru fikirləri seçək. Kərim obrazı və doğru fikirləri. Xeyriyyə cəmiyyətinin başçısıdır. Biz mətndə belə bir cümlə ilə rast gəlmədik, bilmirik. Kərim xeyriyyə cəmiyyətinin başçısıdır və ya da işçisidir. Bunu yanlış fikirdir. Hökumətin nümayəndəsidir. Bəli, hökumətin nümayəndəsidir. Onun üçün gəlmişdilər Zərifəgilə. Xeyriyyətçiliklə yalnız iş çərçivəsində məşğul olur. Bunun haqqında da məlumatımız yoxdur. Belə bir məlumat bizə mətndə verilmədi. Musiqidən təsirlənir. Mətndə belə bir ifadə ilə rastlaşdıq. Hətta o musiqi səslərini eşidib ayaq saxlamışdı. Bu düzdür. Ümidverici sözlər deyir. Bəli, ümidverici sözlər deyir ki, həmişə belə qalmayacaqsınız ki, biz sizə kömək üçün gəlmişik. 5 də düzgündür. Düzgün cavablar 2, 4, 5. Cavab D variantı. Mətnə əsasən cədvəldəki uyğun fikirləri müəyyən edin. Mətndə bu məlumat var, mətndə bu məlumat yoxdur. Gəlin baxaq hansı məlumatlar var, hansılar yoxdur. İnsanlar vətən həsrəti çəkirlər. Bəli, mətnimizin əsas məqsədi elə bu idi. Vətən həsrəti çəkirlər. Zərifənin ailəsi əslən Şuşalıdır. Belə bir məlumat yoxdur. Əslən hara olduğunu bilmirik. Yeni evdə Zərifənin otağı 2-ci mərtəbədədir. Bu yanlış fikirdir. 2-ci mərtəbədə deyir, hətta sonunda deyir ki, Zərifənin pianinasını otağın zalına qoydular. Kərim uzun müddət, bu haqda məlumat yoxdur deyir. Kərim uzun müddətdir ki, xeyriyyə cəmiyyətində işləyir. Bu haqda məlumat yoxdur. Biz bunu götürəcəyik, çünki bu haqda heç nə bilmədik. Zərifəgil doğma yurdda yaşamağa başlar. Bunun haqqında məlumat var. Deyir ki, müharibə bitəndən sonra onlar öz yurd yuvalarında yaşamağa başladılar. İradə və Kərim eyni ailənin üzvləridir. Bu haqda da məlumat yoxdur. Məlumat olmayanlardan götürürük 4 ilə 6-nı. Məlumat olanlardan isə götürürük insanların vətən həsrət çəkməsi. 1, 4, 6 cavab D variantı. Nöqtələrin yerinə uyğun cümləni müəyyən edin. Gəlin mətndə nöqtələrin yerini tapaq, oxuyaq, baxaq ki, nə uyğun gəlir. Bax, bu hissədir. Deyir ki, hə, demək bəstəkar olacaqsan, Kərim dedi, Zərifədən soruşur. Bəstəkar olacaqsan. Zərifə, bəlkə də bəstəkar sözünü ilk dəfə eşidirdi. Və nöqtələr. Gəlin variantları oxuyaq. Birdən Kərim soruşdu. Bu uyğun deyil. O evlərdən biri onların idi, düzgün deyil. Sizə hər cür şərait yaradacaq, düzgün deyil. Bəstəkar musiqi bəsləyən adama deyirlər, düzgün deyil. Başını qəfil qaldırıb qonağın üzünə baxdı, dillənmədi. Bəli, ən uyğun variantımız budur. Soruşur ki, bəstəkar olacaqsınız. O da bəstəkar sözünün mənasını bilmədiyinə görə başını qəfil qaldırıb qonağın üzünə baxır və dillənmir. Çünki sözün mənasını bilmir. Düzgün cavabımız E variantı. Mətnə əsasən səbəbini müəyyən etmək mümkün deyil. Səbəbini müəyyən etmək mümkün deyil.
Atanın bədnam qonşulara qarğış etməsini. Bədnam qonşulara qarğış etməsinin səbəbini müəyyən etmək mümkündür. Çünki deyir ki, top dağıtmaz deyir evimiz var idi, indi isə harada yaşayırıq. Bu var. Kərimin özünü xoşbəxt hiss etməsi. Kərim özünü xoşbəxt hiss etməsini də müəyyən etmək olur. Çünki o pianinalı verir. Qızın gözündəki sevincə görə özünü çox xoşbəxt hiss edir. Kərim və İradənin Zərifəgilin qapısına gəlməsini bu da var. Kərimlə İradə Zərifəgilin qapısına ona görə gəlirdi ki, xeyriyyə cəmiyyətinin üzvləridirlər və kömək üçün gəlmişlər. Ailəni indiyə kimi itirib axtaran olmaması. Bəli, bu haqda biz mətndə niyə onları indiyə qədər axtarıb olmadığı haqqında heç bir məlumat əldə etmədiyimizə görə bilmirik. Zərifənin musiqini çox sevməsini də bilmirik. Niyə Zərifə musiqini bu qədər çox sevir? Mətndə bunların səbəbini müəyyən etmək mümkün olmadığı üçün cavab 4 və 5-i götürürük. A variantı. Keçək 15-ci suala. Hansı nümunə üzərində rəqəm yazılmış sözlərdən heç birinin mənasının izahı deyil. Gəlin üzərində rəqəm yazılmış sözlərimizin mətnlərini tapaq. Üzərində rəqəm yazılmış incə sözü zərif. Bunun var. Sonra 2 aralandı. Qapı cırıltı ilə aralandı. Gəlin baxaq. Qapı cırıltı ilə aralandı. Bir az açılmaq. Bəli, bu da var. Sonra 3-ə baxaq. Onu intizardan qurtarmaq üçün intizar nə deməkdir? Həsrət içində gözləmə. Bəli, bu da var. Zərif də var idi. Bu da var. Sonra baxaq. 4-cüyə baxaq. 4-cü imkansız. İmkansız nə deməkdir? Maddi imkanı məhdud. Bəli, bu da var. Uzaqlaşmaq. Uzaqlaşmaq sözünün isə mənası rəqəmlə yazılmış sözlər arasında yox idi. Deməli, düzgün cavabımız uzaqlaşmaq olacaq. 16-cı sual. Açıq suallarımıza keçdik. Mətnə əsasən Eyler-Venn diaqramını tamamlayan fikirlər yazın. Kərim və Zərifə. Kərimə aid biz nələr götürə bilərik? Kərim mərhəmətlidir, insansevərdir. Zərifəyə götürə bilərik. Savadlı şagirddir, çalışqandır. Hər ikisinə də ortaq cəhət kimi götürə bilərik, mərhəmətlidirlər. 17. Altından xətt çəkilmiş cümlədəki fikri mətnin üslubunun səciyyəvi xüsusiyyətlərinə uyğun ifadə etməklə yenidən yazın. Gəlin altından xətt çəkilmiş sözümüzü tapaq. Altından xətt çəkilmiş sözümüz hansıdır? Tapaq. Düşmən məğlub olmuşdur. Bu sözümüzdür. Mətnimiz də bədii üslubdadır. Bədii üslubda və bizə də deyir ki, üslubunun səciyyəvi xüsusiyyətlərinə, yəni obrazlıq, emosionallıq, məcazli olsun. Biz düşmən məğlub olmuşdur sözünü məcazlaşdırıb necə yaza bilərik? Darmadağın edilmişdir, paramparça edilmişdir. Bu tip sözlərdən yazılsa düzgün götürüləcək. 18. Bir kəs ki ağrı hiss edir, o canlıdır. O kəs ki başqasının ağrısını hiss edir, o insandır. Aforizmini mətnlə əlaqələndirərək fikirlərinizi yazın. Baxın, deyir mətnlə əlaqələndirərək. Biz bu fikri Kərimlə əlaqələndirə bilib, bura fikirlər yaza bilərik ki, Kərim də Zərifənin dərdinə yanır, yəni onun vəziyyətini başa düşür, onun üçün çox duyğulanır, ona piano alaraq onun sevincinə şərik olur. Bu tip sözləri yaza bilərsiniz ki, yəni o başqasının dərdini anladı, tək özünü yox, başqasının dərdini anladı. Yəni mətnlə Kərimlə əlaqələndirib fikirlər yaza bilərsiniz. 19-cu sual. Mətnə əsasən cədvələ tamamlayan fikirlər yazın. Kərimin xarakteri xüsusiyyətləri və xüsusiyyətini yazdıqdan sonra mətnlə əsaslandırmalısınız. Kərimin xarakteri xüsusiyyətləri yaza bilərik ki, mərhəmətlidir, həssasdır. Əsaslandırmasına da yaza bilərik ki, yəni öz maddi vəsaiti ilə Zərifəyə piano alır, onun sevincini gözlərində görərək özü də çox sevinir. 20-ci sual. Mətnə əsasən əvvəlində işarə qoyulmuş ifadələr mənasını izah edin. Deməli, mətnimizdə üçbucaq və rom şəklində olan sözləri tapırıq, mənalarını izah edirik. Sözlərimizdən biri qanad açıb uçmaqdır, biri də yerindəcə donub qalmaqdır. Yerində donub qalmaq təəccüblənmək deməkdir. Qanad açıb uçmaq da sevinmək deməkdir. Təəccüblənmək, burada sevinmək. Keçirik növbəti mətnimizə. Növbəti mətnimiz Neptun mətnidir.
publisistik üslubda olan bir mətndir. Mətni yenə sizlər üçün oxumuram, vaxt aparmaq istəmirəm. Sınaqda iştirak edən şagirdlər mətnlə tanışdırlar, birbaşa suallara keçmək istəyirəm. Mətnlə bağlı doğru fikir müəyyən edin. Gəlin bir variantları oxuyaq. Y variantında başlayaq. Günəş sisteminin ən soyuq planeti Neptundur. Xeyr, Neptun deyil idi. Mətndə var idi ki, Günəş sisteminin 3-cü soyuq planeti idi. Galileo Galilei Neptunu adi gözlə müşahidə etmişdi. Xeyr, teleskopla müşahidə etmişdi. Romalılar Neptunu planet olaraq tanıyırdılar. Xeyr, Neptunu planet olaraq tanımırdılar. Neptunun adı Yunan mifologiyasından götürülmüşdü. Xeyr, Yunan yox, Roma mifologiyasından götürülmüşdü. Yerin kütləsi Neptunun kütləsindən 17 dəfə azdır. Bəli, doğru cavab budur. Mətnimizdə də bu hissədə rast gələ bilərik. 22-ci sual. Mətnin tərkib hissələri ilə bağlı doğru fikri müəyyən edin. Giriş və əsas hissənin sərhədi pozulmuşdur. Giriş və əsas hissənin sərhədi pozulmamışdır. Nəticə hissəsi bir abzasdan ibarətdir. Nəticə hissəsinə baxaq. Bilirik ki, mətnin tərkib hissəsi var. Giriş, əsas və nəticə hissəsi. Nəticə hissəsi sonuncu abzas deməkdir. Nəticəsi Neptun, deməli burada Neptun Günəşə ən yaxın və ən isti planetlərdən biri olmaqla astronomiya tarixində mühüm əhəmiyyət kəsb edir. Əslində bəli, nəticə hissəsi bir abzasdan ibarətdir. Düzgün cavabımız B variantıdır, amma digər variantları yenə oxuyaq. Əsas fikir giriş hissədə verilmişdir. Xeyr, əsas hissə giriş hissədə deyil, əsas fikir elə əsas hissədə verilmişdir. Giriş hissədə fikir ardıcıllığına riayət olunmamışdır. Fikir ardıcıllığına riayət olunmuşdur. Əsas hissənin birinci abzası iki abzas şəklində verilməlidir. Xeyr, birinci abzasda yeni bir fikrə keçid yoxdur. 23-cü sual. Mətndə ziddiyyət təşkil etməyən fikri müəyyən edin. Neptunun 17-ci əsrdə müşahidəsi onun kəşfi hesab olunur. Xeyr, kəşfi hesab olunmurdu. Heç onun kəşf etdiyini bilmirdi. Elə bilirdi ki, hərəkətsiz olduğu üçün elə bilirdi ki, ulduzdur. Planetlərin deməli A variantı səhvdir. Planetlərin adlandırılması ilə bağlı ənənə Neptuna gələndə pozulmuşdur. Xeyr, pozulmamışdır. Mətnimizdə də var ki, sadiq qalınmışdır. Gəlin göstərim bunu sizə. Baxın, ənənəsinə sadiq qalınaraq deyir. Ona görə də B variantda səhvdir. Uranın kəşfində Neptun üzərində aparılan müşahidələrin böyük əhəmiyyəti olmuşdur. Bu da yanlış fikirdir. Ümumiyyətcə mətndə Uranın kəşfi ilə bağlı heç bir mövzu getmir. Neptun qədimdən bəri insanlar tərəfindən tanınmışdır. Xeyr, tanınmamışdılar. Hətta onu kəşf edən heç belə bilmirdi. Sonradan bir araşdırma nəticəsində bilindi. Neptunun göy rənginin əsas səbəbi onun atmosferdəki metan qazıdır. Bəli, düzgün cavabımız B variantıdır. Bunu sizə mətndə göstərə bilərəm. Baxın, deyir planetin göy rəngi ilə atmosfer qatında mövcud olan metan qazı ilə bağlıdır. Düzgün variantımız Y variantı. 24-cü sual. Hansı fikir mətnin məzmunu ilə səsləşmir? Galileo Galilei yeni planet tapdığını bilmirdi. Düzdür, bilmirdi. Elə bilirdi ulduzdur. Neptunun müşahidəsi ilə bağlı ilk qeydlər 17-ci əsrə aiddir. Müşahidəsi ilə bağlı ilk qeydlər. Müşahidəsi ilə bağlı bəli, müşahidəsi ilə bağlı ilk qeydlər 17-ci əsr. Qeydlər deyildi. Yenə deyirəm, o 17-ci əsrdə onu kəşf etdiyini bilmirdi. 3-ə baxırıq. Neptun Günəş sisteminin ən ağır planetidir. Ən ağır planeti deyildi. Ən ağır 3-cü planeti idi. Səsləşməyən fikir 1-3-dür. Neptuna eniş edən kosmonavtlar elmi faktlar təsdiqlərlər. Onu eniş etməmişdilər. 4-cü yanından keçərək baxmışdılar. Bu da 4 səsləşmir. Günəş dili nəhəng buz qatını əritdiyi üçün Neptunda tez-tez daşqınlar olur. Nəhəng buz qatlarını əritmirdi. Əksinə özü çox soyuq idi. Ona görə də 5 də səsləşmir. 3, 4, 5 cavab A variantı. Sonra keçək digər suallarımıza. 25. Üzərində rəqəm yazılmış hansı sözün kontekstə görə şərhi düzgün verilməmişdir? Gəlin üzərində rəqəm yazılmış. Gəlin mətnimizdə üzərində rəqəm yazılmış sözləri tapaq. Üzərində rəqəm yazılmış birinci sözümüz müşahidəsi. Baxaq, 1. Müşahidə sözü diqqətlə baxaraq, araşdıraraq öyrənmək, tədqiq etmə. Bəli, düzdür. 3-ə baxaq. Üzərində rəqəm yazılmış 3-cü sözüm ehtimal edilmişdir. Ehtimal etmək, mümkün hesab etmək, zənn etmək, güman etmək, bəli, doğrudur. Ehtimal etmək, zənn etmək, güman etmək, bunlar da doğrudur. Sonra 4-ə baxırıq. Teleskop.
Uzaq məsafələrdə yerləşən göy cisimlərini və digər obyektləri böyüdülmüş şəkildə müşahidə etməyə imkan verən optik cihaz düzdür. 2-yə baxırıq. Proqnozlaşdırılıb. Gələcəkdə baş verə biləcək hadisələrin, proseslərin və ya nəticələrin əvvəlcədən elmi əsaslarla təxmin edilməsi düzdür. 5-ə baxırıq. Astronom. Göy cisimlərin insan həyatı üzərində təsirini araşdırdığını iddia edən şəxslər, bu göy cisimlərin öyrənən şəxslərdir. Yəni, insan həyatı üzərində təsirini araşdıran bir elm deyil. Ona görə də yanlış variantımız elə Y variantıdır. 26-cı sual. Mətndə əvvəlində işarə qoyulmuş sözlər əsasında cədvələ tamamlayın. Gəlin, əvvəlində üçbucaq və kvadrat olan sözlərimizi tapaq. Görək hansı məxsusdur sözüdür, bir də baxıldıqda sözüdür. Gəlin indi görək bizdən nə istəyirdi. İşarəsi qoyulmuş sözün qarşılığı. Əvvəlində üçbucaq işarəsi qoyulmuş söz məxsusdur sözüdür. Məxsusdur sözünü başqa bir sözlə, yəni əvəzləşdirməliyik. Qarşılığı bu məxsusdur, aiddir, aiddir sözlə əvəzləşdirə bilərik. Əvvəlində kvadrat işarəsi qoyulmuş sözümüz isə baxıldıqda idi. Bunu isə fərqli leksik mənada işlədirik. Deyirdi ki, baxıldıqda, gəlin bir də baxaq ona. Yerdən baxıldıqda planet hərəkətsiz kimi görülmüşdür. Bizə deyir ki, leksik mənada fərqli işlədək. Uşağa baxsa da yaxşı baxılırdı. Bu tip cümlələrdən yazsaz düzgün götürüləcək. 27-ci sual. Altında xətt çəkilmiş cümlədə mətnin məzmununa uyğun olmayan sözlər işlədilmişdir. Həmin sözləri dəyişdirərək cümlədə yenidən yazın. Altında xətt çəkilmiş sözcüklərimizə gəlin baxaq. Deyir ki, Neptun Günəşə ən yaxın və ən isti planetlərdən biri olmaqla astronomiya tarixində mühüm əhəmiyyət kəsb edir. Ən yaxın deyildi axı, ən isti də deyildi. Ən uzaq və ən soyuq planet idi. Siz də bu sözləri dəyişdirərək yazırsınız ki, ən uzaq və ən soyuq planetlərdən biri idi. Bu cümlələri dəyişirsiniz. 28-ci sual. Mətnə əsasən cədvələ tamamlayan fikirlər yazın. Səbəb və nəticə verib. Nəticə hissəmizdə verib ki, Qaliley Neptunun planet olduğunu düşünməmişdir. Düşünməməyə səbəb nə idi? Çünki hərəkətsiz idi, o da ulduz sanmışdı. Səbəb hissəsində bunu qeyd edirsiniz. 2-də isə deyir ki, Uran və Neptun astronomlar tərəfindən buz nəhənglərini adlandırırdılar. Gəlin mətnimizdə o hissəni tapaq. Deyir ki, baxın, deyir astronom tərəfindən buz nəhəngləri adlandırırdılar. Baxın, səbəb isə buz və qayalar, onun səthi buz və qayalardan ibarət olduğuna görə. Astronomlar tərəfindən buz nəhəngləri adlandırırdılar. Səbəbi isə səthinin buz və qayalardan ibarət olduğuna görə idi. Bu sözlərdən istifadə edib yaza bilərsiniz. Mətndə tündqara hərflərlə verilmiş ifadəyə əsasən cədvələ tamamlayın. Gəlin baxaq, tündqara hərflərlə verilmiş sözümüz hansıdır? Tündqara hərflərlə verilmiş sözümüz soyuq sözüdür. Urandan sonra ən soyuq planet hesab olunur. Bizə də deyir ki, işləndiyi funksiya poetik, informativ və yaxud da terminolojidir. Bilirik ki, poetik məcazi, informativ həqiqi, terminoloji isə elm sahəsində işlənən sözlərdir. Burada isə soyuq planet, informativ, yəni həqiqi mənada işlənmiş bir sözdür. Bura qeyd edirsiniz informativ. Başqa funksiyada cümlə işlədilməsi. Gəlin biz də onu poetikdə işlədək. Poetikdə işlədək soyuq münasibət. Soyuq münasibət, yəni məcazi mənalı söz işlətdik. 30-cu suala baxaq. Müqayisə cədvəlinə uyğun olaraq mətnlərin üslubunun səciyyəvi xüsusiyyətləri ilə bağlı fikirlər yazın. Neptun mətni. Neptun mətni burada publisistik üslubdadır. Publisistik üsluba aid xüsusiyyətlər yaza bilərik ki, anlaşıqlıdır, anlaşıqlıq, aydınlıq, xalq dilinə yaxınlıq, bu tip sözləri götürsəz uyğun olacaq. Digər mətnimiz isə çərçivədəki mətnimiz isə rəsmi işgüzar üslubdadır. Yəni burada yaza bilərsiniz ki, şəxsiz feillərdən istifadə olunub, sonra fərdi cümlələrdən, sonra ümumi cəhətləri isə normalara riayət olunub yaza bilərsiniz. Funksiyon üslublardan istifadə olunub yaza bilərsiniz. Ümumi cəhətləri də bunları götürsəz düzgün götürüləcək. Mətn izahlarımız bu qədər. Növbəti sınaqlarda görüşənədək.